8-ci gündə xoş gördük, əziz yurt həsədlilər. Ötən həftə acı bir reallıq üzə çıxardı. O da budur ki, Ermənistanın forpostluq indeksi yenə də savaş öncəsi olduğu kimi yetərincə yüksəkdir və burada dəyişmə varsa o da cüzidir. Forpostluq indeksi deyəndə hay toplumunun uydurma soyqırımlarına, yanaşmalarını nəzərdə tuturam. Fikrimcə, o toplum nə qədər onlara sığınan bu uydurmaya fokuslanacaqlarsa, onun milli kimliklərinin ayrılmaz atributu sayacaqlarsa, bir o qədər hay məsələsini ortaya atanların əlində alət olaraq qalacaq, forpost funksiyası yerinə yetirməkdə davam edəcəklər. Paşinyanın böyük fəxrlə maketini nişan olaraq yaxasında gəzdirdiyi real Ermənistanın isə gələcəyi sual altında qalacaq. Birazdan niyəsini açıqlayacağım. İndi isə gəlin həmin o uydurmanın 111 illiyinə həsr edilmiş məşəl yürüşündən kadrlara baxaq. Gördünüz deyilmi? Bu məşəl yürüşündəki əski parçasını və həmin əski parçasını gəzdirənlərin Türkiyənin bayrağını yandırmaları öz məntiqlərinə görə təbiidir. Amma maraqlıdır, nədən bu dəfə Azərbaycan bayrağı da Türkiyəninki ilə birgə yandırılmadı? Axı, daşnaqların bütün məşəl yürüşləri indi görəcəyiniz kadrlardakı kimi bir millətin, iki dövlətinin bayraqlarının birgə yandırılması ilə bitirdi. Baxaq, fikrimi davam etdirəcəyim. Azərbaycan bayrağının bu dəfə yandırılmamasını Paşinyana yaxın ekspertlər 7 iyun seçkisi ilə əlaqələndirirlər. Bildirirlər ki, Köçəryan özü daşnaq ortaqlarına bu dəfə bizim bayrağa toxunmamaq tapşırığı verib. Çünki seçiciləri hürkütmək istəmir və bununla onlara göstərməyə çalışır ki, hakimiyyətə gələrsə, yenidən savaşa başlamaq niyyəti yoxdur. Əgər doğrudan da belədirsə, o yanılır. Həm də çox. Çünki qardaş Türkiyənin bayrağının yandırılması, elə Azərbaycanın bayrağının da yandırılması deməkdir. Çünki burada aradakı düşmənçiliyin yenidən alovlandırılması faktı var. Əgər biz bir millət, iki dövlət iksə, Türk düşmənçiliyini Azərbaycanda başqa nə cür qiymətləndirəcəklər ki? Ona görə də Xaricilər Nazirliyimizin bunu revanşist və etnik nifrətə əsaslanan faşist düşüncəsinin açıq təzahürü adlandıraraq qətiyyətlə pisləməsi, Ermənistan hökumətini o bayraq yandıran ünsürləri məsuliyyətə cəlb etməyə çağırması təbiidir. Və nazirlik tam haqlıdır ki, belə aktlar beynəlxalq səviyyədə də pislənməli, onun qarşısı alınmalıdır. Amma pislənirmi və qarşısının alınmasına çalışılırmı? Özəlliklə də Ermənistan üzərində təsir olanlar bunu edirlərmi? Etmə fikirləri varmı? Əsla. Bu uydurma soyqırımına yanaşmada ortaya qoyduqları mövqedən də açıq aydın görünür ki, onlar əksinə bu nifrətin qalmasında maraqlıdırlar. Çünki axı onun kökünü də hardasa 250 il bundan öncə özləri qoyublar. Köçəryanın onunla birgə bəlli dövlətə şahmat termini ilə desək piyadalıq edən digərlərinin doğrudanmı Azərbaycanla sülhə hazır olub olmadıqlarını Rusiyanın propaganda resurslarından birinə, RTV'yə verilən müsahibədən çox aydın görmək olur. O müsahibəni götürən xanımın Paşinyan deyir ki, müxalifət hakimiyyətə gəldiyi təqdirdə Azərbaycanla müharibəyə başlayacaq və o hətta konkret vaxt da göstərir. 2026-cı ilin sentyabrı. Bu şantajdır. Sualına cavaba baxın. Конечно, это шантаж. И шантажирует войной человек, в бытность премьер-министром которого была катастрофически проигрышная для Армении война, огромное количество жертв. И причем не одна были утрата территории, суверенной территории Армении. Мы об этом поговорим. Полная утрата Карабаха. И человек, который
является причиной этой войны и причиной этих столкновений, этих потерь, он говорит сейчас о мире и пытается ассоциировать свой образ с миром. Но это, во-первых, это бесстыдство. Во-вторых, это шантаж. А в-третьих, наверное, такая сумма бесстыдного шантажа. Наш подход тут очевиден, что вообще такой подход, он непорядочен по отношению к избирателю. То есть ты как бы берешь дубинку, на которой написано «Угроза войны», и пытаешься сломать волю избирателю шантажом войны. Для нас это категория неприемлемая. Я, конечно, не согласен с этим. И напротив, мы говорим, что если останется Пашинян, то угроза войны удвоится, утроится. Поскольку аппетиты Азербайджана, аппетиты Турции, они не уменьшатся, они, более того, они усиливаются. Вы говорите про аннексию Сюникской области? И я говорю о тех угрозах, которые собой несет политика Пашиняна. Политика Пашиняна, она, очевидно, выражена даже в последнем заявлении, что Азербайджан является гарантом безопасности Армении. Это, конечно, звучит абсурдно, но это озвучено именно им и председателем парламента Армении. То есть мое сравнение – это все равно, что в секторе Газа вдруг заявили бы, что гарантом безопасности палестинцам является Израиль. То есть можно ли такое представить вообще? Demək, Rusiya prezidenti Putinin dostum adlandırdığı, əslində isə hər bir əmrinə hazır nökər gözündə gördüyü bu müharibə cinayətləri Azərbaycanın Qarabağı işğalından danışır. Halbuki bir zamanlar özü etirafda bulunurdu. Ermənistanın o zamanki nasist prezidenti Levon Ter-Petrosyandan xəbərsiz Ağdamın işğalına rəhbərlik etdiyini. Yeri gəlmişkən, Haylanın 1-ci Qarabağ müharibəsində ən böyük sərkərdə saydıqları və sonra baş nazir olan, 1999-cu ildə isə parlamentdə öldürülən Vazgen Sarkisyanın qardaşı Aram Sarkisyan, Köçəryanın ilk var dövlətini də məhz Ağdamı soyub talamaqla əldə etdiyini bildirir. İndi bunun məntiqinə görə sən demə, işğal ediləni geri qaytarmaq da işğal sayılırmış. Onda kimin fikirləri daha absurddur? Azərbaycanın artıq Ermənistanın təhlükəsizliyinin təminatçısı olduğunu bildirən Alen Simonyanın, yoxsa bizim öz torpaqlarımızı işğaldan azad etməmizi işğal adlandıran bu müharibə cinayətkarının. İndi gələk Köçəryanın Azərbaycanla daha müharibə etmək fikrinin olmadığı haqda dediklərinə əlbəttə hakimiyyəti ələ keçirsələr nə o, nə Samvel Karapetyan, nə də digər müxalifət təmsilçiləri öz təşəbbüsləri ilə Azərbaycanla müharibəyə başlamaq istəməyəcəklər. Çünki bu halda onları nə gözlədiyini yaxşı bilirlər. Amma birdən onlara Moskvadan belə bir əmr gəlsə necə? Gəlin Ermənistanın yetərincə hazırlıqlı ekspertlərindən birinin bu suala cavabına baxaq. Потому что если у нас в Армении будет управлять пророссийская сила, это будет означать, что мы возвращаемся к ситуации, которая была до осени 2022 года. Почему я говорю до осени 2022 года? Потому что с 18 по 22 год наше действующее руководство очень прекрасно продолжало проводить пророссийскую политику в нашей стране. И нам важно не имена, важно явление. И я считаю, что возвращение к этой ситуации для нас недопустимо, потому что это станет окончательным, возможно, последним ударом по нашей государственности. Мы долгие годы проливали собственную кровь, защищая интересы России. Это недопустимо. Это недопустимая роскошь. России невыгодно, чтобы Армения и Азербайджаном был окончательный твердый мир. Выгодно, чтобы конфликт продолжался. И я уверен, что при первой же ситуации они сделают все, чтобы эта война возобновилась. То есть пророссийские силы, надо ли полагать, что пророссийские силы, они будут делать все, чтобы блокада Армении со стороны Азербайджана и Турции сохранялась? Они будут делать все, что им прикажут из Москвы. В этом у меня нет никаких сомнений. Rusiya rəsmilərinin bizim regional yanaşmada yer etdiyi siyasəti yaxından izləyən, ağlı başında olan kimsədə buna şübhə varmı? Köçəryanın az öncəki açıqlaması
əks fikir söyləməyə imkan verirmi? Xeyr. Bəs yaşına, xəstəliyinə, özünün və qızının tökdüyü göz yaşlarına görə haqq etdiyi cəzanın da bir hissəsini çəkməsini nəzərə alaraq, böyük litf göstərilib azadlığa buraxılan terrorçu Vaqif Xaçaturyanı təzədən yanına almaq və seçki kampaniyasının rəmzinə çevrilməklə o nə demək istəyir? Bilsin, bağışlanmağa qətiyyən haqq etmədiklərini, heç cür güvəniləcək və düzələcək biri olmadıkları haqda təsəvvürü daha da gücləndirməkdən və təsdiqləməkdən başqa heç nəyə nail olası deyirlər bununla. Burada bir məqama da toxunum. Köçəryanın RTV aydakı intervyusu bir daha təsdiqləyir ki, Moskva əgər alınarsa, Ermənistanda baş nazir kürsüsündə böyük pullar xərclətdiyi və həmin pulların hesabına da reytingi daha yüksək olan Samvel Karapetyanı deyil, bu qulduru görür. Çünki Samvel Karapetyan Moskvanın vəziyyəti qarışdırmaq üçün regiona göndərdiyi başqa bir oliqarxdan, Ruben Vartanyandan fərqlənir. Primitiv və savadsız biridir. Yəni, Karapetyanın yerinə Vartanyan olsaydı, Kreml haylar arasında nifrət reytingi, dəstək reytingindən azı 10 dəfə çox olan Köçəryana yox, ona üstünlük verərdi. Amma Vartanyan hazırda Köçəryanın da gec-tez gətiriləcəyi yerdədir. Mənə elə gəlir ki, Samvel Karapetyanın Ermənistana göndərilərkən Vartanyandan fərqli olaraq Rusiya vətəndaşlığından çıxarılmamasında səbəbi bununla bağlıdır. O, Ermənistanın baş naziri postunda görülmür. Sadəcə, bu açıqlanmır. Axı, Moskvanın Ermənistanın başında əslində kimi görmək istədiyi indidən açıqlansa, yenidən 2021-ci ildəki seçkidəki vəziyyət təkrarlanacaqdır. Çünki bir daha vurğulayırıq, Köçəryana eləcə də Qarabağ klanının üzvləri kimi tanınanlara Ermənistanda böyük nifrət var. Orasında deyim ki, belə bir görüntü yaranmasına, yaxud da yaradılmasına baxmayaraq, Rusiya nökərləri Ermənistandakı 7 gün seçkisinə heç də dağınıq getmirlər. Aralarında çox yaxşı koordinasiya var və onlar iki əsas seçki blokunda cəmləşiblər. Biri Köçəryanla daşlaqların Hayastan, yəni Ermənistan blokudur. İkincisi isə Samvel Karapetyanın Uji Hayastanı, yəni güclü Ermənistan alyansıdır. Bu alyansda isə Samvel Karapetyanın partiyası ilə yanaşı Aram Karapetyanın Norjamanakner, Yeni Dövr, Ruben Avagyanın Miyavortvats Hayır, Birləşmiş Aylar və Ruben Vartanyanın pulu ilə yaradılan Aprelu Yirkir, Yaşamalı Ölkə partiyaları yer alıb. Karapetyanla Vartanyanın kimliyini bilirsiniz. Bu alyansdakı digər iki partiya liderinə gəldikdə biografiyalarına baxsanız görəcəksiniz ki, hər ikisi katolikosları Qarigin kimi öncə Sovet DTK-sı, ardınca Rusiya FTX-ı ilə sıx əlaqədə olublar. Deyəcəksiniz ki, bəs Qagik Sarukyanın Bargavaç Hayastan, yəni çiçəklənən Ermənistan partiyası nədən bu alyanslardan heç birinə cəlb edilməyib? Ola bilsin ki, yanılıram, amma mənə elə gəlir ki, bu partiya Paşinyanla əgər o sərt çoxluğu qazanıb, amma tək başına hökumət formalaşdıra bilməsə, əməkdaşlıq üçün nəzərdə tutulub. Sadəcə elə bir əməkdaşlıq ki, Paşinyanı Rusiyanın maraqlarına zərbə vuracaq hərəkətlərdən indikindən daha çox çəkindirsin. Əlbəttə bunlar versiyadır və Köçəryanın bloku ilə Sarukyanın partiyasının parlamentə düşmə şansları hazırda elə də yüksək görünmür. Ancaq versiya olmayan bir reallıq var. O da yenə bayaq dinlədiyiniz hay eksperti David Stepanyan səsləndirdi. Армянский народ использовался внешними силами в собственных интересах на протяжении всей собственной истории. И все наши беды, которые вот у нас были, потери территорий, самое главное, потери людей, геноцид, резня, вот это все, что вот было, да, между нами, в результате которого Армения, как шагреневая кожа, уменьшилась 10 раз, а большая часть армян рассыпана, рассеяна по всему свету, это было в результате того, что нас использовали. Почему нас использовали? Нас использовали
потому что у нас не было mozgov. İndi fərqli vəziyyətdirmi? Və yaxud bu 10 dəfə azalan ərazi deyiləndə nə nəzərdə tutulur? Olmayan Böyük Ermənistan. Bilirsiniz, mən bu David Stepanyanın dediklərinə nəyə görə belə diqqət ayırdım? Çox təəssüf ki, onların ayıldıqları təəssüratı yaratmağa çalışan kəsimlərinin belə qəlblərinin dərin güşələrində heç də qızılgül ətri gəlməyən hisslər yatır. Palçıq vulkanları kimi o hisslər fürsət yarananda püskürür və püskürəcəkdir. Yenə həmin Stepanyanı dinləyək. Söhbətin nədən getdiyini biləcəksiniz. Давайте не забудем, что ОДКБ многие годы закрывала свои глаза на то, что Армения оккупировала 20% азербайджанской. Почему тогда не кричали в... Армения никогда не оккупировала территорию Республики Азербайджан. Никогда и нигде. Нет ни единого документа, ни единого государства, которое признает, что Армения оккупировала территорию Азербайджана. Это ложь. Bloger Albert İsakovun yaydığı bu video bilirsiniz, nə vaxt çəkilib. Cəmsi 2 il qabaq heç bir dövlətin Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini söyləmədiyini bildirən, ən azından İslam Konfransı Təşkilatının qətnamələrini xatırlatsaq, ağ yalan danışan biri 2 ildə bu cür dəyişib və hətta Azərbaycanla Ermənistan arasında vətəndaş cəmiyyətləri çərçivəsində danışıqlar aparan heyətdə də yer alır. Yer alması da, dəyişməsi də yaxşıdır, amma onun da təmsil etdiyi toplumun da bir də dəyişməyəcəyi Xaçatryan faktorundan da göründüyü kimi sual altındadır. Və burada xatırladım ki, Stepanyan Qəbələdəki görüşdən sonra yaydığı açıqlamada Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin orada söylədiyi fikirləri təhrif etmiş və olunan xəbərdarlıqdan sonra tərifini düzəltmişdi. Beləliklə, çox təəssüflə qeyd etməliyəm və uydurma soyqırımlarının 111 illiyi ilə bağlı hərəkətləri də göstərir ki, nə haylar indiyədək baş verənlərdən düzgün nəticə çıxararaq düzəlmək fikrindədirlər, nə də onları alət gözündə görənlər. Bu uydurma soyqırımla bağlı indi gətirəcəyim faktlar çox səslənib. Amma bəzi reallıqlar var ki, onları göstərəcəyik. Çünki Avropa İttifaqının nədən Ermənistana 2 missiya göndərməsinin, orada sammit keçirməyə hazırlaşmasının, Rusiya Prezidentinin uydurma ilə bağlı açıqlamasının, Xarici İşlər Nazirliyinin sözçüsünün dərindən çəkdiyi ağının, Xankəndindəki Naxalstroyun sökülməsinə görə axıtdığı gözyaşlarının səbəbi bunda gizlənib. Beləliklə, gəlin xatırlayaq, bu uydurma soyqırımın ilk illərində ailələr özləri və ABŞ ilə Böyük Britaniya onların nə qədər itkilərinin olduğunu deyirdilər. 300 min. Sonra onların sayı 600 minə qaldırıldı. 1919-cu il Paris Sülh Konfransı zamanı öldürüldükləri bildirilənlər arasında növbəti demoqrafik sıçrayış qeydə alındı. Təzyiq və Sevr anlaşmasına hazırlıq məqsədi ilə qırılanların sayı biraz da artırıldı. Artıq 800 mindən və hətta 1 milyondan söz gedirdi. Və həmin konferansda hay məsələsini qaldıranların sırasına daha bir oyuncu qoşuldu, ABŞ. Orada ABŞ-yə Ermənistan mandatı verilməsi ideyası irəli sürüldü. Amma ABŞ Senatı Prezident Wilson'un bu mandatı reallaşdırmaq istəyini 1920-ci il iyunun 1-də indi Qarabağın statusu olan yerə göndərdi. Böyük Britaniyanın bu uydurma ilə bağlı təşkil etdiyi Malta tribunalda nəticəsi bitdi. Yəni, soyqırımı təsdiqlənmədi, amma 2-ci Dünya Savaşı ərəfəsi və sonrasında qətlə yetirdikləri bildirilənlər torpağın altında güya artmaqda davam etdilər. Sayları 1 milyona çatdırıldı. Bu daha çox Qərb platformasında qeydə alınan artım idi. Soyuq savaş dönəmində özəlliklə də Türkiyənin NATO üzvlüyündən sonra, yəni 1952-ci ildən sonra isə SSR bu artım statistikasına düzəlişlər etmək qərarına gəldi. Bir toyuqdan gündə 2 yumurtanın əldə edildiyi bildirilən bir ölkədə 1965-ci ildə uydurmanın 50 illiyində hay soyqırımından bəhs edildi və buna uğrayanların sayı milyon yarım göstərildi. Mənə təəccüblü gələn odur ki, görəsən o vaxtdan artım niyə dayanıb? İndi gələk dəqiq reallığın üzərinə.
Birinci Dünya Savaşı zamanı haylar kırılmıştılar mı? Bəli, 100 minlərlə hay doğrudan da kırılmıştı ve kırılanların da ekser hissesi hay meselesini kaldıranların tehriki ile öz devletlerine, Osmanlı'ya karşı vuruşanlar idi. Bəs hay meselesi haçan ve niye kaldırılmıştı? 1877-78-ci illər Rusiya-Osmanlı müharibəsinin nəticəsinə həsr edilən San Stefano müqaviləsində. Ama Avropanın 5 böyük Hristiyan dövləti, Almanya, Böyük Britaniya, Fransa, Avstriya, Macaristan ve İtalya Osmanlı'ya təzyiq ve parçalanarsa bundan pay elde etmək məqsədiyle hay meselesini Rusya'nın insarından çıxardılar. San Stefano'nun ardından elə həmən il, yəni 1878-ci ildə Berlin Kongresinin təşkilində də məqsəd məhz həmən o 77-78-ci illər Rusiya-Osmanlı müharibəsinin nəticəsindən təkcə Rusiyanın deyil, Avropanın 5 böyük Hristiyan dövlətinin də faydalanmasını təmin etməkdir. 1877-78-ci illərdə ABŞ-nin başı siyasi qarşıdurmalara, böyük sosial ixtisaslara, Nez-Pers savaşına, yəni Hinduları qırıb çatmağa qarışdığından hay meselesindən pay ala bilməmişdi. Ancaq yuxarıda xatırlatdığım kimi 1919-cu ildə Paris Sülh Konferansı zamanı artıq o da payçılar sırasına qoşuldu. Bugün Rusiya başda olmaqla bir sıra dövlətlərin uydurmanın 111 illiyi ilə bağlı reaksiyalarının kökündə bax bu hay meselesi ondan faydalanmaq niyyəti durur. Maraqlıdır ki, hay meselesi, yəni onlardan təzyiq aləti kimi faydalanmaq niyyəti San Stefano müqaviləsinin 16-cı, Berlin Kongresinin yekun sənədinin isə 61-ci maddəsində əksini tapıb. Niyə 16 və 61? Açığı bilmirəm. Və hazırda Ermənistan uğrunda qərbdəkilərlə Rusiya arasında gedən mübarizə məhz bu 16 və 61-ci maddə ilə bağlıdır. SSR dönəmindən üzü bəri hay məsələsinə yanaşmada proseslər əslində San Stefano müqaviləsinin məntiqinə uyğun gedirdi. Yəni Moskvanın insarındaydı. Yaranmış geosiyasi reallığı nəzərə alaraq qərbdəkilər indi onu Berlin Kongresinin məntiqinə uyğunlaşdırmağa çalışırlar. Ermənistana göndərdikləri missiyalar, orada summit keçirmək niyyətləri məhz bununla bağlıdır. Onlardan heç biri hay cəmiyyətində Türkiyə və Azərbaycana qarşı düşmənçiliyin aradan qalmasını istəmirlər. Rusiya ilə hər şey aydındır, amma fikrimcə Qərbi də Rusiyanı vurub çıxarmaqdan daha çox Türkiyənin bu regionda güclənməsinin qarşısını almaq düşündürür. Ona görə Parisdə aprelin 11-12-sində hay diasporunun tam Rusiyanın narrativindən çıxış edən forumunun keçirilməsinə izin verilmişdi. Avropa Parlamenti, Niderland və Belçika parlamentləri dalbadal regionda sülh əleyhinə yönələn qətnamələr qəbul edirlər. Bir dəfə bu proqramda göstərmişik, amma bir də izləməyə ehtiyac var. Gəlin LTP-nin, yəni Levon Ter-Petrosyanın prezidentliyi dönəmində Milli Təhlükəsizlik Xidmətinin rəisi işləmiş David Şahnazaryanın dediklərinə qulaq asaq. Единственный шанс для нас, что пока Турция не полностью вытеснила отсюда Россию, иметь здесь западное присутствие на земле. Именно западное присутствие. Вы знаете, я скажу одну фантастическую и нереалистическую идею. Еще раз подчеркиваю, фантастическую. Единственный шанс России остаться или хотя бы сохранить еще на долгое время свое присутствие, если она будет взаимодействовать с Западом, с определенными странами с Запада. Я имею в виду присутствие этого Запада здесь. Deməli, bu Şahnazaryan zamanında Sovet etikası ilə əlaqəli bir olub. Əks təqdirdə nasist Levon Ter-Petrosyanın prezidentliyi dönəmində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəisi təyin edilməzdi. O vəzifəyə ancaq Moskvanın məsləhət gördüyü biri əyləşdirilə bilərdi. 2018-ci ildə isə Serj Sarkisyanın partiyasının deputatlığa namzədi kimi irəli sürülmüşdü bu. İndi razılaşma, hüquq və siyasi analiz mərkəzi yaradıb, ona rəhbərlik edir və regional araşdırmalar mərkəzi deyilən başqa bir QHT-nin də güya baş analitikidir. Hər iki mərkəzi isə maliyyələşdirən ABŞ-nin Milli Demokratiya Fondu və Avropa fondlarıdır. Avropa İttifaqı özü
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, İsveçrənin Akademik Qafqaz şəbəkəsi və digərləri maliyyələşdirir bu Şahnazaryanı. Yəni Şahnazaryan indi xidmət etdiyi güclərin adından keçmiş ağasına deyir ki, Türkiyənin burada güclənməsinin qarşısını almağa sənin tək gücün çatmır. Gəlin, Berlin Konqresinin məntiqinə uyğun Ermənistanda birgə hərəkət edək. Mən əminəm ki, bu cür çağırışlar qapalı danışıqlar zamanı daha çox səsləndirilir və ən çox səsləndirənlər də fransızlardır. Bax, burada Nikol Paşinyanın nədən hər iki cəbhənin ikisinə də oynamağa çalışdığı, bu həftəki açıqlamasında olduğu kimi KTMT-dən çıxmaq məsələsinə vəziyyətə uyğun baxılacağını bildirməsi, Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılması, hava məkanlarının birgə qorunmasına son qoyulması ilə bağlı isə bir kəlmə belə danışmaması tam bəlli olur. Paşinyan həm Qərbin, həm də Moskvanın adamı olmaq niyyətindədir. Özünün sözləri desək, o ölkəsinin müstəqillik düsturunu da bir dövlətin yox, bir neçə dövlətin, yəni Berlin Konqresindəkilərin və üstəgəl ABŞ-nin forpostu funksiyasını yerinə yetirməkdə görür. Ermənistan üzərində əvvəlki hegemonluğunu qoruyub saxlamağa çalışan Moskvanı da qıcıqlandıran, bax, bu şəriklik məsələsidir. Ümumiyyətlə, Moskva 1740-42-ci illərdə Papa 14-cü Venediktin Hay Katolik kilsəsinin niyə tanıdığını, 1830-31-ci ildə Osmanlıdakı Hay Katoliklərinə necə ayrı bir millət statusu qazandırdığını unutmayıblar və bunun nə anlam daşıdığının yaxşı fərqindədirlər. Bilirlər ki, Qərbdəkilər Ermənistana şərikli ağalığa, müvəqqəti işbirliyi üçün baxırlar. Sonra tam hegemonluğa can atacaqlar. Ona görə hər fürsətdə Paşinyana gözdən salmağa çalışırlar ki, bu həftədə belə bir cəhd oldu. Скажите, пожалуйста, а какая-то реакция была со стороны официального Еревана? Ну, официальный Ереван, у него свои подходы к Нет, разным ну вещам. просто интересно. Ну, и, насколько я знаю, премьер-министр не отреагировал должным образом. Задайте им вопрос, почему они не отреагировали. За нами как бы дело не встанет. Я могу и сейчас сказать. Потому что мы неоднократно, в том числе и в ответах на ваши вопросы, поднимали тему недопустимости войны с памятниками. Кому, как не нам, знать, что такое, когда памятники, связанные с твоей культурой, с общей культурой, с общими периодами истории, уничтожают безосновательно. Elədir, xanım Zaxarova, abidə dağıtmağın nə demək olduğunu sizin qədər kim yaxşı bilir? Çar Rusiyası və Sovet İmperiyası dönəmində dağıdılan 10 minlərlə abidəni demirəm. 2014-cü ildə Krımın ilhaqından sonra və hazırda Ukraynaya qarşı apardığınız savaş zamanı Krım tatarlarının, eləcə də Ukraynalıların yüzlərlə dini mərkəzlərinə, muzeylərinə və tarixi binalarına zərər yetirilməsi haqqında nə qədər təsbit edilmiş faktlar var. Bəlkə də Ermənistanda kimsə düşünür ki, Rusiyada Xankendidəki 2 naxal stroyun sökülməsinə tökülən gözyaşı onları çox istədikləri üçündür. Yaxud da burada din təəssübkeşliyi var. Tam yanılırlar. Yaxşı olar ki, bu iki ünsürün, xüsusilə ikincinin, tarixçi Aleksandr Çeryovinin o haqda dediklərinə fikir versinlər. Безусловно, варварский шаг, абсолютно точно. Я могу сказать, что никакое культовое заведение разрушать нельзя, ни при каких обстоятельствах. И это выглядит совершенным варварством и нарушением взятых на себя обязательств. Когда объединенная коалиция советско-азербайджанская при поддержке израильских вооружений, так сказать, оружия израильского стала завоевывать, занимать Арцах, то тогда я неоднократно слышал заверение, что все религиозные объекты будут гарантированы в безопасности. Однако же мы видим, что это не так. Наверное, хочется, чтобы те люди, которые сейчас имеют влияние, международные структуры, хотя мы, к сожалению, видим, что варварство стало традицией в ряде регионов, а израильский солдат. То, что происходит сегодня у нас в Степанакерте, это акты вандализма. Siz yəqin Rusiya Dumasının Konstantin Zatulin kimi hay tərəfdarı rolu oynamağı tapşırıq alan üzvü Milonovun rabitəsiz, absurd sözlərinə fikir verdiniz. Sən demə, Qarabağı Birləşmiş Koalisiya ələ keçiribmiş və biz burada İsrail silahlarından faydalandığımız kimi onun əskərlərinin
dini mədəni abidələrə qarşı etdiklərini də orada təkrarlayırıq. Belə görünür ki, Milonov da narazılıq yaradan abidələrin dağıdılmasından çox, burada Rusiyanın deyil, təqdim etdiyi kimi güya İsrailin təcrübəsindən istifadə olunmasıdır. Tarixçi Çeryovin isə Xankəndini bizim Stepanakert adlandırır. Halər görəsən bunun nə anlam daşıdığını bilirlərmi? Rusiyanın işğal altındakı Qarabağın Ermənistana birləşdirilməsində elə də maraqlı olmaması və Paşinyanın onu Azərbaycanın bir hissəsi saymasına qəzəblənməsi də elə bu bizim Stepanakert sözündə gizlənib. Bayaqki videoda Rusiya Xaricilər Nazirliyinin sözçüsü Zaxarovaya sual verən hay əsilli jurnalist Xankəndindəki Naxalstroyun sökülməsinə Ermənistan baş nazirinin yanaşmasının onu qane etmədiyini bildirmişdi. Baş nazirin yanaşmasında ondan da çox həmən sualı verməsini məsləhət görənləri nəyin qane etmədiyini deyəcək. Amma öncə istəyirəm, nədən öz başına tikinti yox, Naxalstroy sözünü işlətdiyimiz aydım. Baxıram, Avropalılar necə ki pogrom, yəni talan sözünü tərcümə etmədən işlədirlər və bu rus dilindən götürdükləri çox az sözdən biridir. Mərkəzi Asiyada da Naxalstroy o cür yanaşma var. Yəni öz dillərinə tərcümə etmirlər. Yəqin həm də ona görə ki, bu Naxalstroy məhz imperiyanın bizə buraxdığı mirasdır. İndi isə Xankəndində sökülən o iki Naxalstroy haqqında Paşinyanın yanaşması ilə tanışırıq. Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 20-sində keçirdiyi briefingdə işğal illərində Xankəndində icazəsiz inşa olunan və kilsə kimi təqdim edilən tikililərdən birinin sökülməsi haqqında sualı cavablandırarkən əhli cədiddən nə ilə mühakimə edilirsənsə, onunla mühakimə olunacaqsan, misali gətirərək dedi ki, belə məsələlər iki tiyəli qılıçdır, burada ehtiyatlı olmalıdırlar. Baxın, niyə ehtiyatlı olmalıdırlar? UNESCO-nun 1970-72-ci il konvensiyalarına görə abidələrin məqsədli şəkildə dağıdılması, zədələnməsi, təhqir olunması, dini ziyarətgahların mənsubiyyətinin saxtalaşdırılması, qanunsuz arxeoloji qazıntılar aparılması və talançılıq cinayət kimi qiymətləndirilir. Azərbaycan torpaqları işğal altında olan zaman bizim tarixi və mədəni irsimizə qarşı sadaladığım bu cinayətlərin hamısı baş verib. Qarabağda 367 tarixi abidə dağıdılıb və zədələnib. 67 məscidin 64-ünün altı üstünə çevrilib. Digərləri 140 ziyarətgahımız kimi donuz, qoyun və mal-qara saxlanmaqla təhqir olunub. Biri isə Yuxarı Gövhərağa məscidi farslarınki kimi təqdim edilirdi. Alban kilsəsinə aid xristiyan məbədlərinə gəldikdə onlar da haylaşdırılmışdı. Azıq mağarasında izinsiz və qanunsuz arxeoloji qazıntılar aparılmış, talançılığa yol verilmişdi. Roma statutu və 1954-cü il Haaqa konvensiyasına görə sadaladığım faktlar həm də müharibə cinayəti sayılır. Çünki hərbi zərurət olmadan tarixi və dini abidələrin dağıdılması baş verib. Digər tarixi yurt yerlərimizdə, indi Ermənistan adlanan ölkədə Azərbaycanlıların tarixi mədəni hisslərinə qarşı hansı vandallı aktının reallaşdırıldığı da heç kimə sir deyil. Təkcə Rəvan, Eçmədzin və Zəngəzurda 110-dan çox böyük məscidimiz olub. İndi onlardan cəmi biri Göy məscid qalıb ki, onun da 4 minarəsindən içi sökülüb və özü də Fars məscidi kimi təqdim edilir. Rəvan qalası yox edilib. Orada Xan Sarayı sökülüb, üzərində Hararat konyak zavodu tikilib. Azərbaycanlı izinin öz doğma yurtlarından silinməsi üçün Ermənistanda irsimizə qarşı törədilən onlarla da yox, yüzlərlə bu cür başqa faktlar da var. İndi uydurma soyqırımlarının növbəti il dönümü qeyd edənlər və bir zamanlar hay məsələsini ortaya atanların buna verdikləri reaksiyadan vecdə gələnlər anlamalıdırlar ki, bir gün yaxalarından tutub soruşacaqlar. Deyirsiniz ki, sizə qarşı Van'da, Bitlisdə, Ərzurumda, Elazığda, Diyarbəkirdə, Sivasda, Adanada, Kayseridə və daha aralardasa soyqırım olub.
Əgər sizin soyunuz, kökünüz o yerlərdəndirsə, indiki torpaqlarda nə gəzirsiniz? Ona görə də Sultan 4-cü Muradın 1635-ci il fəthnaməsində İran və Turan məmləkətlərinin üzünün suyu, yəni İsməti, Şərəfi, Naxçıvan və Şirvanın qapıları, Azərbaycan mülkünün həsəd doğuran qalası adlandırılan İrəvanda görüşənədək deyirəm, əziz yurt həsədlilər. Bizi yurdumuzdan çıxarsalar da, yurdumuzu bizdən çıxara bilməzlər. Tanrıya və yurda ismarlandıq.